Salam 44 kanalının dəyərli izləyiciləri. 1970-ci illərdə Sovet hakimiyyəti qərara gəlir ki, kənd yerləri üçün bir avtomobil istehsal olunsun, hansı ki, kənd cəmaatının xüsusilə də bu arxa çəkən klassik VAZ modelləri ilə gedə bilmədiyi yolları rahat gedə bilsin və bu tapşırıq da verilir 3 ədəd müxtəlif şirkətə. Bunlar AZLK, İJ və Avtovaz olur. Hər üç şirkət öz prototiplərini hazırlayırlar, testlər keçirilir və aralarında ən uğurlusu da məhz Avtovazın Nivası olur, yəni VAZ 2121. Və bu şəkildə də 1977-ci ildən bu avtomobillərin istehsalı başlanılır ta günümüzə kimi. Əslində Niva olduqca əfsanəvi bir avtomobildir. Ona görə yox ki, biz bu avtomobilləri alıb müəyyən tuninglər və s. eləyirik. Ona görə ki, 1970-ci ilə görə bu avtomobil çox innovativ bir maşın idi. 1970-ci illərdə yekpare gövdəsi olan, yəni çərçivəsiz konstruksiyası olan, daimi tam ötürücü sistemi ilə təchiz olunmuş, oxlararası kilitlənən diferensialı olan, yaylı askı sistemli və qısa bazada olan yolsuzluq maşını yox idi və ona görə də Niva qısa zaman ərzində olduqca populyarlıq qazandı. Təkcə Sovet ölkələrində deyil, eyni zamanda da Avropada, Cənubi Amerikada, Afrikada və s. İstehsalın ilk illərindən ta 2006-cı ilə kimi bu avtomobillər Lada Niva adlanırdı. 2006-cı ildə Avtovaz qərar verdi ki, bu avtomobilləri Lada 4x4 adlandırsın və artıq 2020-ci ildə yenidən bu avtomobillər məhz Chevrolet Niva'nın da Lada model xəttinə qoşulması ilə Lada Niva Legend adlandırılmağa başladı. Bizim avtomobilimiz Lada Niva Urbandır. Urbanlar 2014-cü ildən istehsal olunurlar. Əslində Urbanın məqsədi daha şəhərə uyğun bir Niva istehsal eləməkdir. Lakin geniş miqyasda baxsaq, yəni klassik Niva ilə Urbanın çox da bir fərqləri yoxdur. Sadəcə xarici görünüşündə öndə və arxada plastik buferlər var, fərqli radiator barmaqlığı və sükanın gücləndiricisi var idi. Yəni bundan fərqli olaraq çox da böyük bir fərqləri yoxdur Urbanla adi Nivanın. Elə gövdədən söhbət düşmüşkən onu qeyd eləmək lazımdır ki, bütün Jigulilər kimi Lada Nivanın da gövdəsinin ən mənfi xüsusiyyəti onun korroziyaya qarşı zəif qorunmasıdır. Ona görə də xüsusən də köhnə Nivalarda və xüsusən də nəm iqlimlərdə olan Nivalarda məsələn korroziya problemlərinə tez-tez rastlaşmaq olar. Xüsusən də bu avtomobillərin arxalarında, arxa baqaj qapağında, qapıların alt hissələrində, eləcə də döşəmədə korroziya peyda ola bilir və ona görə məsləhətdir ki, əgər Niva almaq fikriniz varsa, xüsusən də köhnə illərin, yəni avtomobilin kuzasını olduqca yaxşı yoxlayasınız. Əmin olun ki, heç yerdə pas yoxdur, çürük yoxdur ki, bunlar daha sonra sizi xərcə salmaz. 1993-cü ilə kimi bildiyiniz kimi Lada Nivaların ilk variantı VAZ 2106-nın arxa işıqları ilə təchiz olunurdu. 1993-cü ildə artıq dizaynerlər bura Lada Nivanın öz işıqlarını əlavə elədilər. Məhz bu gördüyünüz vertikal şəkildə. Nivanın baqajı 265 litrdir. Əslində şəhərdə istifadə üçün bu bir qədər kiçik həcmli baqajdır. Lakin əsas məsələ subwoofer qoymağa yer var. Yəni cavan adam üçün bundan ayrı nə lazımdır? Lakin əgər sizə bu həcm bəs eləməsə, arxa oturacaqlar qatlanır, daha böyük yüklər aparmaq istəsəz, yəni bundan da istifadə edə bilərsiniz. Bundan əlavə artıq yeni Nivalarda 12 voltluq soket gəlir. Eyni zamanda bu hissədə şüşələrinin suyunu doldura bilərsiniz. Bu qədər. İstehsalı boyu Nivanın salonunda bir neçə dəfə dəyişikliklər olub. Məsələn, 77-ci ildən 1995-ci ilə kimi burada VAZ 2106-nın ön panelinə oxşayan paneldən istifadə olunurdu ön hissədə. İlk dəfə bu dəyişdi 1995-ci ildə. Artıq bir qədər Samaranın birinci nəslinə oxşayan paneldən istifadə olundu. İkinci dəfə 2009-cu ildə dəyişiklik baş verdi və Evropanel əlavə olundu Nivalara və ən sonuncu dəyişiklik də 2020-ci ildə oldu. Gördüyünüz artıq bu müasir ön paneldən istifadə olunmağa başladı, hansı ki həm dizayn baxımından, həm də ergonomik cəhətdən
bu panel digərlərindən daha üstündür. Burada artıq daha insani hava deflektorları var, daha rahat düymələr var. Klimat kontrolun daha rahat idarə olunması üçün burada şaybalar nəzərdə tutulub və s. Yəni məncə Niva'nın ən yaxşı salonu məhz bu salondur. Bu maşının üst komplektasiya olduğu üçün burada bir neçə funksiyalar da var. Məsələn, köhnə Niva'larda məsələn zavoddan şüşələrin mexaniki şəkildə qaldırılıb endirilmə mexanizmi gəlirdi və artıq bu maşında elektronik şüşələrin qaldırılıb endirilmə mexanizmi var. Eyni zamanda elektronik şəkildə arxa görüntü güzgülərinin idarə olunması var. Ön oturacaqların qızdırılma funksiyası var. Yəni bunlar da sürücünün rahatlığını təmin edir. Eyni zamanda kondisioner də mövcuddur. Niva'larda hələ də bu sükanın tənzimləyicisi yoxdur. Yəni sükan həmişə eyni vəziyyətdədir. Üstəlik sürücü oturacağı da, eyni zamanda sərnişin oturacağı da mexaniki şəkildə tənzimlənir. Yəni bəzən bu sürücünün rahat pozisiya tapmağına biraz çətinlik yarada bilər. Amma cavanlar yenə də belə sürürlər, bundan da xoşbəxtdirlər. Bu Niva'nın arxa oturacaqları ön oturacaqlardan da hündürdür. Düzdür, bura minib düşmək biraz əziyyət tələb eləyir, lakin arxada oturmaq əslində o qədər narahat deyil. Oturacağı da dalı çəksə, yəni müəyyən qədər məsafəniz var, eyni zamanda müəyyən qədər kiçik də olsa baş məsafəniz də var. Yəni düzdür, 3 nəfər burada o qədər rahat gedə bilməyəcək, çünki burada artıq sonradan bar da istifadə olunub. Yəni 3 nəfərin getməyi üçün məncə bu maşın nəzərdə tutulmayıb, amma 2 nəfər rahat gedə bilər. Arxada qapı olmadığı halda burada bir ədəd tutacaq da var. Niva'larda olan məşhur tutacaq, hansı ki bagaj qapağını açır və bəzən yəni Niva'dan başı çıxmayan adamlar bagaj qapağının necə açacağını bilmirlər və nədənsə mühəndislər onu bu hissədə gizlədib. 1.7 litrli injektorlu motorun sadə konstruksiyası onun təmirini xeyli rahatlaşdırır. 83 at gücü istehsal edən bu motor şəhər daxilində 14-15 litr benzin sərf edir. Buna baxmayaraq dinamikası çox zəifdir. 0-dan 100-ə sürətlənmə düz 20 saniyədə. Motorun zəif cəhətlərindən biri bəzən ventilatorların imtinası nəticəsində mühərrikin qızdırmasıdır. Yuxarı yürüşlərdə porşen halqalarının və klapan kütləşdiricilərinin sıradan çıxması ilə yağ sərfiyyatı da yaranır. Mexaniklər məsləhət görürlər ki, zəncirin hidravlik tarımlayıcısı mexaniki ilə əvəzlənsin. Çünki hidravlik tarımlayıcı motor işə düşəndən bir neçə saniyə sonra işləməyə başlayır, bu da zəncirin ömrünə mənfi təsir edir. Ümumilikdə zəncirin resursu 100.000 kilometr, motorun öz ömrü isə təxminən 150-200.000 kilometr kimi qiymətləndirilir. Niva sürənlərin belə bir sözü var ki, əgər maşından səs gəlmirsə, deməli Niva yerində dayanıb. Həqiqətən də Niva elə bir maşındır ki, bu dəqiqə bazarda ala biləcəyiniz, yəni 0 kilometr, digər heç bir maşın sizə bu avtomobili idarə edəndə belə emosiyalar verə bilir. Klassik avtomatik sürətlər qutusu ilə təchiz olunmuş maşınlarda sadəcə sürətlər pilləsini drive vəziyyətinə keçirdirik və qaz tormozla gedəcəyimiz yerə çatırıq. Lakin Niva'da artıq işləmək lazımdır. Həqiqətən də bu maşını idarə edəndə o ki, mühərrikin səsi, paylayıcı qutunun səsi, hamısı qarışır bir-birinə. Həqiqətən də hiss edirsən ki, bir avtomobil idarə edirsən. 5 pilləli mexaniki sürətlər qutusu ilə işləmək o qədər rahat olmasa da, əslində vaz sürənlərin zövq aldığı şey də əslində budur. Yəni burada daima işləmək lazımdır. Əllərin, ayaqların dic dayanmır. Yəni bu sizin üçün BMW-nin 8 zəyifi və ya Mercedes-in 9 Tronic deyil ki, yəni komfortlu sürüş təmin eləsin. Yəni bu maşın həqiqətən də sizi daima oyaq saçın alanda yoxlamaq lazımdır ki, bəzən 5-ci pillərin şesterləri yeyilə bilir və artıq bu problem varsa maşında, yəni 5-dən atma problemi varsa,
Onun nəzərə sürətlər qutusu dəyişməlidir, yəni təmirə yaramır. 2010-cu ildən etibarən Nivalara yeni paylayıcı qutu, yəni razdatka quraşdırılır. Ona görə də 2010-dan sonraki Nivalarda artıq sürüşdə daha az səs var. Amma istənilən halda yəqin ki, yəni salondakı səsləri eşidə bilirsiniz. Yəni bu Nivanın bir özəlliyidir. Bundan əlavə daha yeni Nivalarda artıq krestovinlər istifadə olunmur. Bu da sürüşü bir qədər daha sakit edir. Lakin yolsuzluq şəraitində krestovinlər daha üstündür. Bəzi sürücülər vardı ki, hətta bu paylayıcı qutunu, razdatkanı ləğv edirlər və maşın yalnız arxa çəkən olur. Düzdür, bu sürüşü daha komfortlu edir, xüsusən də şəhər rejimində. Lakin bir Niva ki, 4 çəkən olmadı. Nə oldu? Maşının dinamikası o qədər ürək açan deyil, amma istənilən halda mexaniki sürətlər qutusu bizə imkan verir ki, şəhər daxilində avtomobil kütləsindən geridə qalmayaq. Ümumiyyətlə, maşına xüsusən də avtomatik sürətlər qutusu olan maşından düşəndə bir qədər öyrəşmək lazım olur. Çünki maşının sükanın pozisiyası, oturuş pozisiyası, biraz pedalların pozisiyası, üstəgəl bu mexaniki sürətlər qutusunun başlığının da o qədər rahat yerdə olmaması biraz öyrəşmək tələb edir. Lakin öyrəşəndən sonra maşın sadəcə zövq verir, xüsusən də vaz sevənlərə. Bu basavikin səsidir. Bagajın. Polkanın. Bagajın o zamokı var ya, onun da elə 5 günlük zamokları orada satırlar, bagaj titrəməz. Bilirəm, bu videonun altında 100% yazanlar olacaq ki, yolsuzluq avtomobilini şəhər şəraitində test edirsən və s. Amma gəlin reallıqdan danışaq ki, hal-hazırda bu yeni Nivalar şəhərdə sürülür əsasən. Yəni rayon cəmaatı çətin ki, 0 kilometr Nivaya gedib salonda 20 mindən yuxarı pul versin. Bu maşınları əsasən cavanlar idarə edir və yaxud şirkət avtomobilləri kimi istifadə olunurlar. Və cavanlar üçün əslində Niva 20 il, 10 il əvvəlin Vaz 2107-sini əvəz eləyir. Çünki bu avtomobilləri artıq yeni almaq, 0 kilometr almaq şansı var. Üstəlik Nivalar artıq köhnə Vaz modellərinə baxanda istifadəyə daha rahatdılar. Çünki artıq kondisioner var bu avtomobillərdə, oturacaqların qızdırılması var. Yəni bunlar hamısı illər ərzində optimallaşdırılıb və sürücüyə, sərnişinlərə daha rahat vəziyyətə gətirilib. Yəni cavanlar alırlar bu maşınları, tuning eləyirlər, sürməyi öyrənirlər. Düzdür, hal-hazırda Bakıda Vaz sürmək, Airbus sürməkdən daha çətin vəziyyət alıb, amma istənilən halda cavanlar yəni bu avtomobilləri idarə edərək öz qurdlarını öldürürlər, belə deyək. Bu qədər 44 kanalının dəyərli izləyiciləri kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun, gələn görüşlərədək.